İlk dəfədir ki, mənim qarşıma belə bir rəngli üzərlik çıxır və aldım ki, sizinlə birlikdə sınayaq görək necədir. Gördüyünüz kimi ancaq burada üzərliyin tomurcuq hissələridir, kol hissələri yoxdur. Əsas da rəngarəng boyamaqları çox diqqət çəkir. Qiyməti 99 qəpikdir, çox da münasibdir. Videonu sürətləndirmişəm ki, uzun-uzadı gözləməyəsiniz. Qoxusu biraz tüstü çubuqlarının ətri kimidir. Biraz da üzərliyin qoxusu var, yəni çox kəskin üzərlik qoxusu gəlmir. Tüstülənməyi də çox gözəl tüstülənir, ətri də yaxşıdır, kəskin deyil. Həyətimizdə ata kabab bilirdi, belə əvvəlcədən manqal qalayıb, mən də fürsət tapıb elə orada da yoxlamaq istədim. Videonu bəyəndinizsə bəyənməyi unutmayın və kanala ən əsası da abunə olun. Kanalımda daha çox vloqlar paylaşıram, daxil olub oradan baxa bilərsiniz. Min bir dərdə dəvasan, üzərliyim çıtlasın, yaman gözlər partlasın. Üzərlik dənə-dənə, tökülər dənə-dənə, qohum ola, yad ola, gözü bu odda yana, yansın bu gözlər odda.